Salam əziz abituriyentlər, hər vaxtınız xeyir olsun. Zirvə kurslarının blok fənlər üzrə keçirdiyi sınav imtahanının informatika suallarına baxırıq. A2-dir, B3-dür, while dövrü verilib. Bilirik ki, bizim iki dövr operatorumuz var. Ümumiyyətlə, onu yada salaq. Birinci dövrümüz while dövrümüzdür. İkinci dövrümüz isə for dövrüdür. While dövrü vasitəsilə biz əgər belə deyək, proqram yığsaq, burada dövr sayını əvvəlcədən bilmirik. Yəni, nə vaxt proqramda şərtə yox deyiriksə, o zaman dövrdən çıxırıq. For dövrü vasitəsilə biz dövrə daxil olduqda isə dövrün sayını əvvəlcədən bilirik. Belə ki, for dövrünün bir neçə yazılış qaydaları var. Yəni, misal üçün, əgər belə yazsaq, for i in range, misal üçün yazaq 1,5. Bu halda range bizdə aralıq deməkdir. I dəyişənin adıdır. Mən i yazmışam. İstəyirsiniz x yazın, istəmirsiniz y yazın. Bu tamamilə yəni dəyişəndən asılıdır. Bu durumda sözgedən bu y, i və ya hər hansı x dəyişəni 1-5 aralığında olan qiymətləri götürəcək. Yəni bir dəfə 1-i, bir dəfə 2-ni, bir dəfə 3-ü, bir dəfə də 4-ü. Sonuncu dəyər götürülməyəcək və biz artıq bu yazılışa baxanda deyəcəyik ki, biz 4 dənə dövr etməliyik. Və ya ikinci yazılış qaydamız necədir? Deməli, yazırıq range-siz vəziyyətdə, yəni bu formada. Yazırıq for i in, misal üçün 5, 9. Bu halda isə range aralıq sözüdür. Aralıq olmadığına görə bu i dəyişəni bir dəfə gələcək 5 dəyərini, bir dəfə də gələcək 9 dəyərini götürəcək. Yəni biz deyəcəyik bu halda bizim 2 dənə dövrümüz var. Bir dəfə 5 qiyməti ilə, bir dəfə də 9 qiyməti ilə dövrə girmək lazımdır. Bu bizim oldu dövr operatorları haqqında qısa məlumatımız. İndi gəlin misalımıza qayıdaq. Burada A2, B3-də A plus B bizə verəcək 5-i. Kiçikdirmi 15-dən? Buna deyirəm, hə. Bu durumda A bərabər A plus 15. 2-nin üzərinə 15 gələndə 17 olacaq. B bərabər B plus 2. 3-ün üzərinə 2 gələcəm 5 eləyəcək. S də bərabər A plus B 17, 5, 22 eləyəcək. Dövrə nə vaxt, dövr deyirəm, şərtdə nə vaxt yox deyirsə onu da dövrdən çıxırıq. Ona görə qayıdırıq yenidən dövrə. A plus B-nin yeni qiymətlərini nəzərə almaq lazımdır. 17 ilə 5 eləyəcək 22. Kiçikdirmi 15-dən? Buna deyirik, yox. Artıq dövrdən çıxırıq. Beləliklə A, B, S-in son dəyəri 17, 5, 22 alınmış olur. Pythonda baxsaq, deməli, buradan proqramı run edirik, nəticə 17, 5, 22 alınmış olur. İkinci sual, çıxış qurğularını müəyyənləşdirmək lazımdır. Printer çıxışdır, web kamera giriş qurğusudur, scan giriş qurğusudur, monitor çıxış qurğusudur, klaviatura giriş qurğusudur və proyektor bizdə çıxış qurğusudur. Olacaq 1, 4, 5, yəni A variantı. 10 ədədin cəmini tapmaq üçün proqram qurmaq tələb olunur. Hansı sətirdə səhv var? 10 ədədin cəmi deyilirsə, ilk 10 ədədin. Bu durumda 1 üstə gəl, 2 üstə gəl, 3 üstə gəl, 4 üstə gəl, 5, 6, 7, 8, 9 və 10. Bizə bu ədədlərin cəmi lazımdır. İndi gəlin görək bizim proqramımızda səhv hardadır. Baxın, bayaq dedim ki, burada ikinci qiymət götürülməməlidir. Yəni 10 götürülməyəcək. Burada 9 götürüləcək və biz beləliklə bu proqram vasitəsilə 1-dən 9-a kimi ədədlərin cəmini tapa biləcəyik. Ya da belə deyim də, hələ cəm məsələsinə getməyək, 1-dən 9-a kimi ədədləri götürəcəyik. Bizə lazımdır ki, ilk 10 ədəd olsun. Ona görə də biz bura 10 yox, yazmalıyıq 11. Baxın, burada olmalıdır 11. Birinci səhvimiz buradadır. İndi nəzərə almaq lazımdır ki, ilkin qiyməti sıfırdan başlamaq lazımdır. Niyə? Çünki 1-dən başlanan zaman burada bu 1-dən əlavə bir də buradakı 1 cəmlənir. Yəni əvvəlində biləndə 1 plus olur. Ona görə də sıfırdan başlamaq lazımdır ki, biz ilkin qiyməti 0 götürək. Sıfırın üzərinə hansı dəyər gəlirsə, yenə də dəyər dəyişmir. Həmin əvvəlki dəyər olaraq qalır. Ona görə də ilkin qiyməti 0 götürmək lazımdır. İndi gəlin proqramı həm əvvəlki halı ilə, həm də düzəliş etdiyimiz halı ilə yığaq, görək nəticəmiz necə olacaq. Deməli, S bərabər 1 qeyd olunub. For i in range əvvəlki halı bu formadaydı. 1,10. Qeyd edeyim ki, 1-dən 10-a kimi ədədlərin cəmi bizdə 55-i verməlidir. İndi cavaba baxarıq. S bərabər S plus i yazılıb və buradan sonda bir dənə print S-i çap etməlidir. İndi run edək proqramımızı. Burada nəticə 46-dır. Demək ki, düzgün cəm əldə edilmədi. İndi gəlin düzəliş etdiyimiz hala baxaq. Bura 11 yazaq demişdik. Burada 0 yazaq demişdik. İndi run edək. Baxın, indi nəticəmiz 55 olacaq. Rəqəmlərin düzgün olmadığını görmək üçün nə edə bilərik? Və hər dəfəsində çap əməliyyatı aparsın və hər dəfəsində yeni qiyməti çap etsin deyə printi forun daxilində yaza bilərik. İndi run edək. Baxın, bu halda bizim ədədlərimizi də göstərmiş olur. 1-in üzərinə 2 gəlir 3, 3-ün üzərinə 3 gəlir 6. Bu formada ardıcıl şəkildə qeyd etmiş olur. Demək ki, bizim birinci sətrimizdə və ikinci sətrimizdə səhv var. Yəni B variantıdır. Aha, indi D3 xanasında qeyd edilmiş düsturu Y5 xanasına köçürtmək lazımdır. Gəlin indi bu düsturu köçürək.
Deməli, burada necə bir köçürülmə həyata keçiriləcək? Baxın, D-dən Y-yə gəlmişik. Bizim sütun ardıcıllığımız bu formadadır. A, B, C, D, Y. Əgər D-dən Y-yə gəlmişəmsə, demək ki, 1 sütun gəlmişəm. Və 3-dən 5-ə gəlmişəmsə, deməli 3-ün üzərinə 2 gəlmişəmsə 5 eləyib. Düzdür? Biz bu dediyimizi bu hissəyə də tətbiq etməliyik. İndi sum funksiyanın adı da olduğu kimi qalacaq. B1 hala gedəcək? B özündən sonraki sütuna, yəni C-yə, bir də özündən 2 vahid artıq olan sətrə, yəni 3-ə gələcək. Qoşa nöqtə C gələcək D-yə. D-nin üzərinə də 4-ün üzərinə daha doğrusu 2-ni gələndə eləyəcək 6. Olacaq bu formada. Bunun üzərinə də D deməli gəlməlidir yenə Y-yə. 2-nin üzərinə tik gələndə eləyəcək 4. Üzərinə gəl 4 olduğu kimi qalacaq. Yadda saxlayın, sərbəsti və funksiyanın adını qətiyyən dəyişmək olmaz. Nəticəmiz buna əsasən hansı variant olacaq? Deməli C3 D6 Y4 4. C3 D6 Y4 4 olacaq C variantı. Daha sonra rabitə kanalının ötürücülük qabiliyyəti 16-dır. T də verilib, bizdən həcm soruşulur. Gəlin onda belə edək. Biz buradakı bu artıq məlumatı silək və bunun üzərindən başlayaq işləməyə. Deməli, V bərabər bizdə verilib 16 megabit böl saniyə. T də bərabər 20 saniyə. Buna əsasən H-ı tapmaq üçün H bərabər V vur T düsturundan istifadə edəcəyik. Buradan H bərabər olacaq. V 16 megabit bölünmüş saniyə. Vurulmuş T-də 20 saniyə. Saniyələr gedəcək. 16-nı 2-yə vursam 32 eləyəcək. Onun da yanında 0 olacaq 320 megabit. Bizə sual olunur ki, neçə megabayt informasiya göndərmək olur? Onda aldığımız bu megabitlə olan cavabı megabayta gətirəcəyik. Yəni 320-ni megabitdən gətirməliyəm megabayta. Bunun üçün m-lar eynidir. Sadəcə bitdən bayta keçəcəm. Kiçikdən böyük keçdikdə isə bölürük, bilirik ki. Ona görə də 320-ni bölməliyəm 203-ə, yəni 8-ə. Nəticə olacaq bizdə 40 bayt. 40 megabayt, yəni C variantı. Alqoritmin icrasından sonra nəticəni müəyyənləşdirək. Deməli, A0-dır, B2-dir. Tamam, gəlin onda digər səhifədə alqoritmimizi gedək. Deməli, başlayaq. A0, B2, I bərabər buradan neçədir? A vur 2 üstə gəl B, yəni 0 vurulsun 2, üzərinə gəl 2. Nəticə olacaq bizdə 2. İndi sual olunur, 2 kiçik bərabərdirmi A-dan, yəni 0-dan? Buna deyirik, yox. Bu durumda düşürük bu hissəyə. S bərabər olacaq B vur 3, yəni 2 vurulsun 3, üzərinə gəl I. Yəni 2. 3 dəfə 2, 6, 2 də buradan eləyəcək 8. İndi gəlirik buradan, yenə bir şərt yoxlayırıq. 8 böyüdümü 15-dən? Buna deyirəm, yox. Bu durumda keçid edirik bura. A bərabər A plus 1. A-nın bizdə dəyəri 0-dır. Üzərinə 1 gələcəm, olacaq 1. İndi qaydırıq yenidən dövrə. I bərabərdir. Deməli, A vur 2, 1 vurulsun 2, üzərinə gəlinsin B. Yəni, B-nin son dəyəri bizdə 2 idi. Aha. Buradan alacağım nəticəni 4. Doğru mu? İndi deyəcək ki, I, yəni 4. Kiçik bərabərdirmi A-dan? Yəni 1-dən. Buna deyəcəyik yox. Daha sonra S bərabər olacaq S plus B vurulsun 3. B bizdə neçədir? Elə 2-dir yuxarıda. 2 vur 3. Bircə dəqiqə. 2 vur 3. Üzərinə gəl I. I də bizdə 4-dür. 3 dəfə 2, 6. 4 də buradan eləyəcək 10. İndi 10 böyüdümü 15-dən? Buna deyirəm yox. A bizdə olacaq buradan A plus 1. 1-dir. 1 vahid artanca olacaq 2. İndi I bizdə olacaq buradan neçə? Deməli, A vur 2, 2 vurulsun 2, üzərinə gəl B, yəni 2. 2 dəfə 2, 4, 4 2 eləyəcək 6. 6 kiçik bərabərdirmi A-dan, yəni 2-dən. Buna deyirəm, yox. Bu durumda S bərabər olacaq S plus, B vur 3, B bizdə neçədir? Yenə 2-dir. 2 vur 3, üzərinə gəl I, yəni 6. 3 dəfə 2, 6, 6 eləyəcək 12. 12 böyüdümü 15-dən, bu şərti də yox deyirəm. Buradan A bizdə olacaq 3. İndi I bizdə olacaq neçə? Deməli, A vur 2, yəni 3 vurulsun 2, üzərinə gəl B, yəni 2. 3 dəfə 2, 6, 2 də buradan eləyəcək 8. 8 kiçik bərabərdirmi 3-dən? Buna deyirəm, yox. Bu durumda, deməli, S bizdə olacaq B vur 3, yəni, deməli, B bizdə 2-dir. 2 vur 3, üzərinə gəl I, yəni 8. 3 dəfə 2, 6, 8 də buradan eləyəcək 14. İndi deyirəm 14 böyüdümü 15-dən? Yenə yox deyirik. A bizdə olacaq 4.
İndi növbəti dövrü gedək. I bizdə buradan neçə olacaq? Deməli, A vur 2, 4 vurulsun 2, üzərinə gəl 2. 4 dəf 2, 8, 2 də buradan 10 eləyəcək. 10 kiçik bərabərdir, 3 yox deyəcəm. 3 deyirəm, A-nın son dəyəri 4-dür. 4, buna deyəcəm yox. S olacaq bizdə neçə? B vur 3, yenə. B bizdə 2-dir. Vurulsun 3, üzərinə gəlinsin I, yəni 10. 3 dəf 2, 6, 10 da buradan eləyəcək 16. İndi 16 böyüdürmü 15-ə? Bu şərtdə deyəcək hə. Hə deyəndə bu istiqamətə gedəcək artıq və buradan S-in son dəyəri çapa getmiş olacaq. Bircə dəqiqə. Onda buradan sadəcə S-in son dəyəri olaraq 16 çapa getmiş olacaq. Buna uyğun cavab variantımız varmı? Bəli, nəticəmiz olacaq. Buna əsasən 16. Bunu Pythonda necə yığa bilərəm? Gəlin Pythonda yığmağa çalışaq. Burada bu formada yığmağa çalışdım. Lakin bizdə bir məsələ var ki, biz while dövrünə yox deyəndə dövrdən çıxırıq. Burada yox dedikcə davam edirik deyə proqram düzgün işləmədi. Baxın, burada biz S-in nəticəsini istəyirik. Bizim üçün heç bir nəticə vermir. Amma ardıcıllığımız tamamilə doğrudur. Nəticəmiz buradan 16 alınmış olur. Daha sonra sistem proqramlarına aid olanları seçmək lazımdır. Deməli, sistem proqramlar var, tətbiqi proqramlar, bir də instrumental proqramlaşdırma alətləri. Word, Paint bunlar tətbiqidir. Python bu bizdə deməli instrumental proqramdır. 1, 3, 6 bizdə olacaq sistem proqramları. C variantı. Doctor Web antivirus, WinRAR arxiv, ScanDisk isə diskdəki səhvləri tapan utilitімizdir. Diskretlik, müəyyənlik, kütləvilik. Deməli, alqoritmin xassələridir. Hər bir addımın dəqiq və aydın bir mənalı olmalıdır. Bu müəyyənlikdir. Bura gedəcək A variantı. Alqoritmdəki addımların yerinə yetirilməsi axtarılan nəticəyə gətirib çıxarmalıdır. Bu nəticəlilik xassəsidir. Nəticəlilik xassəsidir. Müəyyən məsələ üçün tərtib olunmuş alqoritm həmin tipdən olan bütün məsələlər üçün keçərli olmalıdır. Kütləvilik xassəsidir. Məsələnin həlli prosesi sadə addımların ardıcıllığından ifadə olunmalıdır. Bu da olacaq bizə diskretlik xassəsi. D, A, C. Doğru nəticəm D, A, C olacaq. Bircə dəqiqə, nədə səhv eləmədim? Bəli, D, A, C olacaq bir variantı. Daha sonra 121 kilobaytlıq bir faylımız var. Klasterin ölçüsü 4 kilobaytdır. Nə qədər yer tutacaq? Bu durumda 121-i mən bölməliyəm 4 kilobayta ki, görüm 121 kilobaytlıq bir fayl üçün mənə neçə dənə klaster lazımdır? 121-i bölsəm 4-ə nəticə olur 30 tam nə qədərsə. Bunu götürürəm 31 dənə klaster. İndi məsələ nədir? Baxın. Əgər bir klasterin tutumu 4 kilobaytdırsa, onda 31 dənə klasterin tutumu nə qədər eləyəcək? Bunun üçün 31-i vuracam 4-ə. Nəticəm olacaq x bərabər 124 kilobayt. Demək ki, 121 kilobaytlıq bir faylı 4 kilobaytlıq klasterlərə yığmaq istədikdə diskdə 124 kilobayt yer tutmuş olacaq. Daha sonra təqdim olunan şəkildə 4 dəfə backspace və 2 dəfə delete düyməsi sıxılarsa nəticə necə olacaq? Backspace deməli sola doğru silir, delete sağa doğru silir. Deməli 4 dəfə backspace 1, 2, 3, 4 dəfə backspace sıxılanda bunların hamısı silinəcək. 2 dəfə delete isə burada qalır sadəcə T və M. Cavab olacaq C variantı. Def funksiyası verilmişdir. Baxaq. Deməli, axırdan əvvələ doğru müraciət edirik. Burada sadəcə dəyişənlərin adı bir qəribə qeyd olunub. Yəni, bu bizi çaşdırmamalıdır. Sanki bu növ, bu belədir. Bax, gəlin indi bunu dəyişənin adını düzəldərək yığım ki, gözümüzə daha yığcam görsənsin. Deyək ki, yazırıq bura F, N. Belə bir funksiya yazaq. Yəni, M-i, namı bu formada əvəz eləyə bilərik. Bura yazırıq return. N vur 8 və enteri sıxıram. Buradan yazaq, deməli, A bərabər N, sadəcə bu formada N8 yazaq, belə deyək də, N8 deməyim də, belə deyək sizə. Deməli, F8 yazaq da, F-dir bizim funksiyamızın adı. F8 və buradan biz print A-nı çap edək. Bu gördüyünüz proqramlar birəbir eynidir. Sadəcə olaraq bizdə dəyişənlərin adı uzun verilib deyə gözümüzə qəribə gələ bilər. İndi gəlin bu proqramın üzərində işləyək. Əvvəlcə burada həll edək, daha sonra run edərəm. Deməli, N8 ilə bura müraciət edirəm. Burada nəticəm necə olacaq? Num1 vur 8-i qaytarır. Yəni 8-ə 8 eləyəcək 64. Nəticəm burada 64 qayıtmış olacaq. Bircə dəfə müraciət elədik və nəticəsini görmüş olduq. Buradan görək, nəticəmiz olacaq 64. Daha sonra proqramın nəticəsini müəyyənləşdirək, nəyə yada salmaq lazımdır? İflərimiz var. Alt-alta iflər, iç-içə iflər, eliflər. Alt-alta iflərdə bütün iflər yoxlanılmalıdır. İç-içə iflərdə əgər
bir if yoxlanıldıqda nəticə görmürüksə, yəni nəticədə yox alırıqsa, növbəti ifi yoxlaya bilmərik. Elifdə isə ifə hə deyəndə elifə düşmürük, yox deyəndə elifə düşürük. Elif ifin yox qolunda çəkilən şərt blokudur sanki. İndi burada A bizdə 4-dür. Bu böyükdürmü B-dən 8-dən? Buna deyirəm yox. Bax, yox deyirəmsə düşürəm. B bizdə 8-dir. Böyükdürmü C-dən 10-dan? Buna da yox deyirəm. Ona görə düşürəm. A bizdə 4-dür. 4 böyükdürmü 10-dan? Buna da yox deyirəm. Artıq hamısına yox dediyimə görə düşürəm bura. S bərabərdir C plus A. C-də C plus A qeyd olunub. C bizdə 10-dur, A da bizdə 4-dür. Nəticə olacaq 14. Və sərbəsti mütləq yerinə yetirməliyik. C bərabər C plus 4. 14 son dəyər idi C üçün. Bunun üzərinə 4 gələndə olacaq 18. Yəni D variantı. Web səhifə ilə eyni alt qovluqda olan mənzərə qrafik faylının istinad doğru göstərilmişdir. Qrafiki faylda isə imece seyirci teqindən istifadə olunmalıdır. Açılan da olmalıdır, bağlanan da olmalıdır. Deməli, biz əgər qrafik fayla istinad ediriksə, imece olmalıdır və href yox. Yanında seyirci olmalıdır alt atribut olaraq. Olacaq D variantı. Daha sonra baxırıq bura. Deməli, bu bizdə neçədir? 7-dir deyəsən. Bu 8-dir. Bu isə 1, 2, 3-dür. 7, 8, 3 görürəm deyəsən. Biraz sadəcə görüntü keyfiyyəti zəifdir. Bircə dəqiqə şəkildən də baxaq. Bəli, elə görsənir. Bu 3-dür, bu 8-dir, bu da 7-dir. 3, 7, 8 hansı diapazondur? Baxın, bu diapazonu əhatə edəcək. Yəni, A3, C3 diapazonu olacaq. Nəticəmiz buna əsasən C variantı. Daha sonra davam edirəm növbəti sualla. Deməli, belə bir qrafa aid sual nümunəsi verilib. M, Y məntəqəsinin uzunluğu soruşulur. Gəlin, indi baxaq bu sualımıza. Deməli, M-dən Y-yə olan məsafə tapılmalıdır. Əvvəlcə təpələrə baxaq. Deməli, A ikili təpədir, B ikili təpədir, D ikili təpədir, C 1, 2, 3, 4, 5-li təpədir, M üçlü təpədir, Y 1, 2, 3, 4-lü təpədir, K isə ikili təpədir. Buna əsasən biz 5-li, 4-lü təpələri müəyyənləşdirə bilərik. Eləcə də üçlü təpənidir, çünki hərəsindən bir dənədir. Deməli, üçlü təpə bizdə olacaq, deməli, M2 təpəsi, onda bu M təpəsidir bizdə. M2 oldu M təpəsi. Daha sonra bircə dəqiqə bunu biraz aşağı indirək. Aha. Bircə dəqiqə. Aha. Deməli, M2 oldu bizdə M təpəsi. 5-li təpəmiz hansıdır? M6-dır. Onda bu olacaq bizdə C təpəsi. Burada yazıram C təpəsi. 4-lü təpəmiz isə olacaq M4 təpəsi. Bu da bizdə Y təpəsidir. Bunu da tapdım Y təpəsi. Bizdən soruşulur MY. Elə buradan tapmış oluruq da, onda M-dən Y-yə olacaq məsafə 40 və ya buradan baxsaq, M-dən Y-yə olacaq 40. Buna əsasən düzgün cavabımız 40, yəni B variantı olacaq. Deməli, A vurulsun B verilib, rəng çaları da verilib. Biz buradan həcmi müəyyənləşdirməliyik. Biz bilirdik ki, qrafiki informasiyanın həcminin tapılması düsturu A vur B vur I bit bərabər həcm bu şəkildədir. A vur B bizdə 512 vur 1024. Yəni 2 üstü 9 vur 2 üstü 10-dur. E-biti tapmaq üçün rəng çalarından istifadə edəcəyik. Yəni rəng çaları dedikdə bizdə n nəzərdə tutulur. N bərabər 16-dırsa, onda rəngin dərinliyi və ya bir pikselin həcmi n bərabər 2 üstü i düsturuna əsasən 16 bərabər 2 üstü i, 2 üstü 4 bərabər 2 üstü i. Buradan i bərabər 4 bit alınmış olacaq. Deməli bizdə i də oldu 4 bit, onu da yazıram 2 üstü 2 kimi. Buradan bu bərabər həcmə. Nəticəmiz neçə olacaq onda? 19, 2, 21. 2 üstü 21 bit. Biz bunu kilobayta çevirməliyik. Bunun üçün bitdən kilobayta gəlmək üçün 2 üstü 13-ə bölməliyim. 2 üstü 13-ə böldükdə əsaslar eynidirsə üstlər çıxılacaq. 21-dən 13 çıxsam, bu mənə nəticəni deməli 8 olaraq verəcək. Yəni nəticəm olacaq 2 üstü 8. Buradan da 256 kilobayt əldə etmiş oluruq. Yəni D variantı. Daha sonra, indi baxaq bura. Deməli, bu sətirdə an sətrini axtarmalıyıq. Biz, burada ola bilər ki, an bir neçə dənədir. Baxın, görürsünüz. Amma biz nə edirik? Find funksiyası vasitəsilə ilk rast gəldiyimiz elementin indeksini götürürük. Yəni 0, 1, 2. Ana biz 1-də rast gəlirik. Ona görə nəticəmiz olacaq buna əsasən 1. T bərabər A vur X yazılıb. T bərabər A bizdə neçədir onda? Deməli, bu sətirdir. Sətri ədədə vuranda da verilmiş sətir ədəd qədər təkrarlanır. Yəni, sanki bu sətri mən bir rəqəmlə vursam, yenə də bu sətrin özünü yazacağım. Çünki bu ədəd qədər təkrarlanırsa, elə bir dənə yazılacaq da. Sonra da len T, yəni bu deməli, sətrin elementlərinin sayı istəniləcək bizdən. Burada neçədən element var? 3, 6, deməli, 7, 8, 9, 12, 15 dənə. Nəticəmiz olacaq. Buna əsasən A bəndi. Daha sonra
İndi baxırıq bu suala. Verilənlər bazası fraqmentinə cədvəl şəklində verilmişdir. Tamam. Bu sorğunun nəticəsi müəyyənləşdirilməlidir. İnformatikası 70-dən böyük və riyaziyyatı 80-dan kiçik olanlar. Aha. İnformatikası 70-dən böyük bizdə olacaq 1, 2, 3, 70-dən böyük 5, 6, 7 və 10 böyük bərabərdir. Ona görə 1, 2, 3, 5, 6, 7, 10. 1, 2, 3, 5, 6, 7, 10. Yazıram buradan. 1, 2, 3, 5, 6, 7, 10. And riyaziyyatı 80-dan kiçik olanlar. Riyaziyyat kiçik 80 yazılıbsa, gəlirəm riyaziyyat məndinə 80-dan kiçik olanlar. Deməli, hansılar olacaq onda bunlar? 2, 80-dan kiçik olanlar. 5, 7, 8, 9, 10. 2, 5, 7, 8, 9, 10. Buraya yazıram 2, 5, 7, 8, 9 və 10. Bu mötərizəni bağlayıram. Daha sonra buraya yazılıb or not. Xarici dili 50-dən yuxarı olanlar. Xarici dili 50-dən yuxarı 56-dır, 52-dir, 60-dır, 50-dən yuxarı 65-dir, 70-dir, 65-dir, 75-dir. Yəni 1, 2, 1, 3, 4, 6, 8, 9, 10. 1, 3, 4, 6, 8, 9, 10. 1, 3, 4, 6, 8, 9 və 10. Daha sonra bu mötərizənin daxilində nəticəmiz neçə olacaq? Deməli, ortaqlar götürülməlidir də. 2 buradan ortaq gələcək. Yazaq buradan bərabər. 2, daha sonra 5 ortağı buradan 5 gəlir. Və 7, bir də 10. Doğru mu? Ortaqlar oldu bunlar. Not bunları götürmə. Yəni bu götürülməyəcəksə yerdə nə qalacaq? 1, 3, 4, 6, 8, 9, 10 gedəcəksə yerdə qalacaq 2, sonra 5, 7. Bunlar qalacaq. Orada bu sətirləri birləşdirəcəyinə görə nəticəmiz olacaq 2, 5, 7 və 10. Yəni C variantı. Daha sonra mətnin hər səhifəsində 32 sətir, hər sətrində 128 simvol var. Bu qədər səhifəsi varsa Unicode sistemində kodlaşdırılmış. Daha sonra bu əlifbada kodlaşdırılırsa mətnin ilkin həcmi, sonraki həcmi arasındakı fərqi müəyyənləşdirmək lazımdır. Aha. Onda biz bir düsturdan 2 dəfə deməli istifadə edəcəyik. Hər iki halda həcmi müəyyənləşdirib sonra da fərqini müəyyənləşdirəcəyik. Başlayaq H1-i tapmağa. Deməli, H1-i tapmaq üçün mən 32 sətirdən, yəni 2 üstü 5 sayda sətirdən, 128 simvoldan, 2 üstü 7 sayda simvoldan, 1024 səhifədən, 2 üstü 10 səhifədən və Unicode sistemindən istifadə edəcəm. Unicode'da da elə gəlin olduğu kimi yazaq. Unicode sistemindən istifadə etməliyəm. Burada 7, 5, 12, 2 üstü 22 vurulsun. Unicode'da da bir simvolum 2 baytdır da. Bu formada yazdıqda nəticəm olacaq 2 üstü 23 bayt. Doğru mu? İndi məsələ nədir? H2-ni hesablamaq üçünsə yenə bu verilənlərdən istifadə edəcəm. 2 üstü 5, 2 üstü 7, 2 üstü 10. Lakin burada Unicode'dan yox, 1024 simvollu əlifbadan istifadə edəcəm. 1024 simvollu əlifba. Bu halda isə biz nə edəcəyik? Yenə 2 üstü 22 qalacaq və 1024 simvollu əlifbada bir simvol 10 bit yaddaşda yer tutduğuna görə bunun yerinə yazacağım 10 bit. Buradan nəticəm necə olacaq? Kilobaytla fərq istənildiyinə görə gətirəcəm kilobayta. 2 üstü 22 vurulsun 10 biti. Kilobayta gətirmək üçün 2 üstü 13-ə bölməliyəm. Buradan 22-dən çıxsam 13, nəticə bizə verəcək 2 üstü 9-u, yəni 512-ni. Onu da 10-a vuranda nəticəm olacaq 5120 kilobayt. Buradan oldu 5120. İndi buradakı baytı kilobayta gətirəndə, yenə 2 üstü 13-ə böləndə, buradan nəticəmiz olur 2 üstü 10, yəni 1024 kilobayt. Deyir, fərq nə qədər eləyir? Deməli, 1024 kilobayt birində idi, 5120 kilobayt digərində idi. 5120-dən mən çıxsam 1024-ü, fərqimiz olacaq 4096. Həcm arasındakı fərqi kilobaytla hesablayın. Bircə dəqiqə, nədə səhv eləmədim? 2 üstü 22, deməli, Unicode'da 2 bayt. Bircə dəqiqə, baytdan kilobayta keçirmək üçün 2 üstü 13-ə yox, 2 üstü 10-a bölməliyəm mən. Bircə dəqiqə, burada səhv etmişəm. Burada 2 üstü 10-a bölmək lazımdır. Onda 23-dən 10 çıxanda nəticə olacaq 213, yəni 8192 eləyəcək. Bu durumda birinci həcmim olacaq 8192, ikinci olacaq 5120. 8192-dən də çıxsam 5120-ni, nəticə bizə nəyi verəcək? Deməli, buradan alınacaq 3078. 3072 daha doğrusu. Yəni C variantı. Bu qədər. Ümid edirəm aydın olur. Daha sonra indi baxırıq bu suala. Deməli, i dəyişəni 2-dən 7-yə kimi qiymətləri alacaq. Yəni 2-ni, 3-ü, 4-ü, 5-i və 6-nı, 7-ni götürmüş.
Hansı hallarda ki, i dəyişəni 3-ə tam bölünür, yəni qalıqsız şəkildə bölünür, onda x dəyişəni vasitəsilə həmin qiymətlər cəmlənəcək. Aha, buradakı qiymətlərdən hansında deməli 3-ə tam bölünmə qeyd olunur? 3-də və 6-da, düzdür? Onda x bərabər x a plus i qeyd edəcək. Yəni a-nın üzərinə, 0-ın üzərinə bir dəfə 3-ü gələcəm, bir dəfə də 6-nı gələcəm. Nəticə olacaq bizdə 9. İndi məsələ nədir? Amma 3-ü gələndə 3-ü bir dəfə çap eləmək lazımdır. 6-nı gələndə də bir dəfə çap eləmək lazımdır. Onda bunlar yanaşı çapa gedəcək. Çünki bizdə hər dəfə dövrün daxilində çap əməliyyatı həyata keçirilir. Aha, onda cavab biraz fərqli olacaq. Baxaq. Deməli, i bir dəfə 2 qiymətini götürdü. İndi burada sual olunur. 2-nin 3-ə bölünməsindən alınan qalıq bərabərdirmi 0-a? Buna deyirik, yox. Heç bir iş görmürük. Daha sonra i-nin növbəti dəyəri 3-dür. 3-ün 3-ə bölünməsindən alınan qalıq bərabərdirmi 0-a? Buna deyirik, hə. Bu durumda x bərabər a plus i yazılır. Yəni 0 üstə gəlir 3 olacaq 3. Daha sonra dövrün daxilində print var. Yəni bu print vasitəsilə bu 3 çapa gedəcək. Print bir dənə 3-ü çap eləyəcək. Daha sonra i bərabər 4 qiymətini götürəcəm. 4-ün 3-ə bölünməsindən alınan qalıq bərabərdirmi 0-a? Deyəcəyik, yox. Heç bir iş görməyəcək. i bərabər 5 dəyərində. 5-in 3-ə bölünməsindən alınan qalıq bərabərdirmi 0-a? Deyəcəyik, yox. Nəhayət, i bərabər 6 dəyərində 6-nın 3-ə bölünməsindən alınan qalıq bərabərdirmi 0-a? Buna deyəcəyik, hə. Artıq burada x bərabər, x-in əvvəlki dəyəri 3-dür. Deməli, a plus i, a bizdə yenə 0-dır. 0-ın üzərinə i-ni 6-nın gələndə nəticəm olacaq 6. Artıq print bir dəfə də buradakı 6-nı çap edəcək. 3 və 6 çapa getdi və buradakı n-də görə yanaşı çapa gedəcək. 3, 6 bu formada çapa gedəcək. Daha sonra isə dövr bitibatı burada print x var dövrün sonunda. Bu printə görə də i-nin son dəyəri, i deyirəm, üzrsən, x-in son dəyəri bir dəfə də çapa getməlidir. Yəni, baxın, bu dövrün sonunda olan print bizdə son qiyməti bir dəfə də çapa göndərir. Dövrün daxilində bir dənəsi var idi, sonunda bir dənəsi var idi. Daxilində olan hər dəfə dövrə girəndə çap əməliyyatını həyata keçirilirdi. Sonunda olan isə dövrün sonunda bir dəfə çap həyata keçirilir. Ona görə də print x-in son dəyərini bir dəfə də çapa göndərəcək. Beləliklə 3, 6, 6 dəyəri bizim üçün ekrana çıxmış olacaq. Proqramı run eləyək. Baxın, nəticəmiz 3, 6, 6 olacaq. Bəs yaxşı, proqramda necə bir dəyişiklik yapara bilərik? Baxın, bu proqramı bizə bu formada verə bilərlər. Endsiz şəkildə. Gəlin görək, burada fərq necə olacaq? Baxın, bu formada olsa, bunu run eləyəndə nəticəmiz bu formada alt-alta çapa gedir. Baxın, bir şeyi yada salaq. Biz bilirdik ki, print funksiyasının daxilində susma halına görə, yəni heç nə yazılmayanda, susma halı odur ki, heç nə yazmamısan. Susma halına görə bir dənə end bərabər /n funksiyası var. /n nə iş görürdü? Növbəti sətrə keçirirdi. Yəni, əgər printin daxilində bu formada heç nə yazmayanda, həmin funksiya dövrəyə girir və çap ediləsi qiymətlərin hamısını alt-alta çap eləmiş olur. Amma mən endin daxilində bu formada bir yanaşı dırnaq şəkillərini qoysam, o zaman vəziyyət dəyişir. Belə ki, /n olmur. Yanaşı çap əməliyyatı həyata keçirilmiş olur. Və daha sonra bir nüansı qeyd edim. Burada x bərabər a plus i qeyd olunub. X bərabər x plus i qeyd olunsaydı, o zaman necə olardı? Gəlin, indi buna baxaq. Bu zaman, bircə dəqiqə, error verməyəcək. Çünki x-in dəyərini yuxarıda qeyd eləməmişəm. Bircə dəqiqə. Burada yazıram x bərabər 0. İndi bircə dəqiqə. Aha, bu zaman nəticəm 3, 9, 9 olacaq. Bəs niyə? İndi gəlin bunu araşdıraq. Çünki burada artıq mən hər dəfə x-in köhnə dəyərinə müraciət edirəm. Belə ki, bu proqramda x-in köhnə dəyərinə müraciət edilmirdi. Çünki x 3 idi, burada yenidən yenə x 0-ın üzərinə i-ni gəlib yeni bir dəyər alır. Amma bizim yığdığımız yeni bir proqramımızda isə x hər dəfə öz dəyərini dəyişəcək. Belə ki, yenə i bərabər 2-dir. 2-nin 3-ə bölünməsindən qalıq 0-dırmı? Deyirəm, yox. I bərabər 3 halında buna deyirik, hə. Qalıq 0-dır. Bu durumda x bərabər x plus i olur. Yəni 0-ın üzərinə 3 gələcək, olacaq 3. I bərabər 4 halında yenə yox deyirəm. I bərabər 5 halında isə yenə yox deyəcəm, çünki 3-ə bölünmür. Nəhayət, i bərabər 6 halında x buradan neçə olacaq? Bircə dəqiqə, hə deyəcəm. Əvvəlcə şərti hə deyirik. X olacaq buradan 3-dür. I qədər 6 halında 3-ün üzərinə 6 gələndə olacaq 9. Nəticəmiz olacaq 9. Artıq 3 və 9 çapa gedəcək. Bir də buradakı printə görə bu 9, x-in son dəyəri 1 də çapa gedəcək. Olacaq 3, 9 və 9. Bəs yaxşı, burada print x yox, print i olsaydı necə olardı? Onu da bir dənə qeyd eləyək. Bax, burada bir dənə print i olsaydı, bu zaman nəticəmiz necə olardı? Bu zaman 3, 9, 6 olacaq. Niyə? Çünki bura i yazanda artıq i-nin son dəyəri bu printdə çapa gedir. Yəni, olacaq bu 3, 9 gedəcək çapa, i-nin son dəyəri də 6-dır. Ona görə də bu halda 6 da çapa getmiş olacaq. Ümid edirəm, proqramı hər tərəfli analiz edə bildik. Daha sonra
Qovluqda 3 tip faylımız var. Bu qovluğun ümumi həcmi 30 megabaytdır. Qovluqdan həcmi 2 megabayt olan 2 ədəd video faylı silinir. Aha, deməli, bircə dəqiqə. Deməli, ümumi həcmimiz 30 megabaytdır. Bu 30 megabaytdan həcmi 2 megabayt olan 2 ədəd video faylı silinir. Birinin həcmi 2 megabaytsa, onda ikisinin həcmi 4 megabayt olacaq. Bundan deməli 4 megabaytlıq bir video silinir. Daha sonra 1024 kilobaytlıq həcmli bir ədəd musiqi əlavə olunub. Aha, təzədən üzərinə 1024 kilobaytlıq başqa bir fayl əlavə olundu. Və dəyişikliklərdən sonra qovluğun ümumi həcmi nə qədər olacaq? Deməli, buradan 30-dan 4 çıxacam, bu mənə verəcək 26 megabayt. Bunun üzərinə 1024 gəlsə, 1024 kilobaytdır. Mən megabayta çevirəndə necə bir nəticə əldə edirəm? Baxın, kilobaytdan megabayta gəlirəmsə, böləcəm də 1024-ə. Yəni 2 üstü 10-a. 1024 zaten 2 üstü 10-dur. Bunu da 2 üstü 10-a böləndə nəticəm 2 üstü 0 bərabər 1 megabayt eləyəcək. Yəni 26-nın üzərinə mən 1 megabayt gəlmiş oluram. Nəticəm olacaq 27 megabayt. Yəni B variantı. Baxaq indi bu suala. Deməli, x dəyişəninin hansı ən kiçik natural qiymətində 2 dəyəri çapa gedər? Deməli, y üçün nəticə olaraq 2 çapa getməlidir. Tamam. Hansı dəyər daxil edim ki, nəticəm 2 olsun? Y üçün 2 olmalıdır. Ədəd 2500-dür. Ona bölünməsindən alınan tam hissələr götürülür. Gəlin belə edək. Baxın, x-in dəyərini biz bilmirik. Dövrü gedək sadəcə. X böyük bərabərdir 5600, 560-dan buna deyək hə. X bərabər x minus 8 yazaq buradan. Y də bərabər y-in ona bölünməsindən alınan tam hissə. 2500-ü ona böləndə tam hissə bizdə olacaq 250. İndi x minus 8 böyük bərabərdir 560-dan buna da hə deyirik. X bərabər olacaq x minus 8 minus 8. Y də buradan olacaq 250-nin ona bölünməsindən tam hissə 25. Daha sonra indi x minus 16 böyük bərabər 560, buna da hə deyirik. X olacaq bizdə x minus 16 minus 8. Və y olacaq bizdə 25-in ona bölünməsindən alınan tam hissə, yəni 2. Artıq y üçün 2 dəyərini aldıq. Bizə də lazım idi 2 olsun. İndi növbəti şərt də artıq biz yox deməliyik. İndi x minus 6, 8, 24 eləyəcək. Bu böyük bərabərdir 560 şərtindən mən yox deməliyəm ki, dövrdən çıxa bilim. Artıq mənə lazım olan dəyəri əldə etmişəm. İndi gəlin görək biz burada hansı qiymətləri yerinə qoymalıyıq. Bizə lazım olan şərtlər son 2 şərtdir. Yəni bu və bu. Buradan birinci x-in dəyərini tapmaq istəsək, deməli, x minus 16 böyük bərabər 560. Mən bu şərtə hə deməliyəm. Buradan x neçə olacaq? Məhsul o zaman fərqin üzərinə çıxıram. 560-ın üzərinə 16 gəlsəm, nəticə olacaq 576. 576-nı qoysam yerinə, 576-dan 16 çıxanda nəticəm olur 560. Deyəndə ki, 560 böyük bərabərdir 560-dan buna hə deyirəm. Mənə də bu lazımdır. Onda bir dəyərim 576 olacaq. Digərini tapmaq üçün bu şərtə müraciət edəcəm. X minus 24 böyük bərabərdir 560-a. Buna yox deməliyəm artıq. Bu sonuncu şərtimdir. Buradan x-im neçə olacaq? 24-ün üzərinə mən 560 gəlsəm, nəticəni 584 alaram. 584 gətirib yerinə qoyanda, bundan 24 çıxanda nəticə olur 560. Deyəndə ki, 560 böyük bərabərdir 560-dan bu şərtə hə deyirəm. Mənə lazımdır, yox deyim. Ona görə 584 götürməyəcəm mən bunu. 583 qoymalıyıq. Bir vahid az. Belə ki, əgər 583-dən çıxsaq 24-ü, nəticəmiz olacaq 559. Yəni, 559 böyük bərabərdir 560 şərtinə yox deyirik ki, bizə də bu lazımdır zaten ki, yox deyək. Ona görə də bizim bir dəyərimiz olacaq, deməli 583, digəri olacaq 576. Deyir ki, hansı ən kiçik qiymətində? Əlbəttə 576 qiymətində. Yəni olacaq cavabım C variantı. Bu formada proqramı təyin etmiş oluruq. Daha sonra baxaq indi açıq tipli tapşırıqlara. HTML fraqmentinə əsasən yanlış fikirləri seçmək lazımdır. Tamam. Cədvəlin sətirlərini, sütunlarını müəyyənləşdirək. Deməli, bu birinci olacaq, bu ikinci, bu, deməli, teyir buradan başlayır da, bu teyir və buradakı teyir də, buradakı teyir, bircə dəqiqə, aha. Onda bizdə olacaq burada 1, 2, 3, 4 dənə sütun. Və hər sütun neçə sətirdən ibarətdir? 1, 2, 3 dənə sətirdən ibarətdir, tamam. Deməli, 4 dənə teyir var, 4 dənə sətir olacaq onda, 3 sətir bu səhv məlumatdır. Cədvəldə bütün adların altından xətt çəkilmişdir. Adlara baxaq. Burada Arif Qasımovun altından xətt çəkilib, bu doğrudur. Amma Elşən Məmmədov da altdan xətt çəkilmə yoxdur. Yəni, hardan bilirik onu? U teqindən. U teqi altdan xətt çəkir, B teqi qalın yazır, İ teqi və ya M teqi isə
maili yazılışı təmin etmək üçün istifadə olunur. Ona görə də bütün adlar dedikdə səhv götürürük biz bunu. 12 dənə xanadan ibarətdir, doğrudur. 3 dənə, 4 dənə sətr var, hərəsində də 3 dənə sütun var. 4 4 eləyəcək 12. Bu tamamilə doğrudur. Cədvəlin çərçivə xətləri mövcuddur. Çərçivəsi var idi, border xətləri var. Bəli, borderi var. Baxın burada. Deyib, buradan başlayır. Border xətlər, kənar xətləri var. Bircə dəqiqə. Baxın bu. Bu bizdə kənar xətləri göstərir. Daha sonra cədvəldə bütün fənlər üzrə ballar qalın yazılıb. Baxaq, bütün fənlər üzrə ballar. Misal üçün, bax, bu B qalındır, doğrudur. B 70-dir, doğrudur. Amma B 80-dır, bu da doğrudur. Amma 75 olan, misal üçün, qalın deyil. 84 olan qalın deyil. Yəni, bəziləri qalındır, bəziləri yox. Bu biraz doğru mülahisə deyil. Cədvəldəki adların şriftləri eynidir. Adlara baxsam, şagirdin adı Arif Qasımov, Elşən, Rəhman Atayev. Bunların şriftləri eyniyə oxşayır. Amma bir məsələ var. Baxın, Rəhman Atayev və Arif Qasımov eynidir. Burada isə Arial şrifti tərtib olunub. Yəni, bu biraz fərqli olacaq. Ona görə hamısı eynidir, mülahizəsi səhvdir. Nəticədə olacaq səhv mülahizələr 1, 2, 5, 6. Bizdən düz soruşulurdu, səhv soruşulurdu. Səhv, bəli, yanlış fikirlər 1, 2, 5, 6. İndi baxırıq bu sualımıza. Deməli, 128 üstü 5-dir deyəsən. Bir dənə qoy şəkildən dəqiqləşdirim. Burada bircə dəqiqə. Deməli, 128 üstü 5-dir, bəli. Bu ədəd 16-lıq say sistemə çevrildikdə ilk ədəd rəqəmi neçə olar? Deməli, 128 üstü 5 ədədidir. Bu ədədi mən 2 üstü 3-ün, 2 üstü deyirəm, 2 üstü 7-nin üzəri 5 kimi yaza bilərəm. Bu bizdə 2 üstü 5 dəfə 7, 35-i verəcək. 2 üstü 35-i mən 2 üstü 4 kimi necə yaza bilərəm? 4 dəfə 9, 36 eləyir, 4 dəfə 8, 32 eləyəcək. Vurulsun 2 üstü 3 kimi yaza bilərəm. Beləliklə, 32 üstü buradan 35-i vermiş olur. İndi məsələ nədir? Deyir, hansı rəqəmlə başlayar? İlk rəqəm neçə olar? Onda ilk rəqəm olacaq 8, yanında 8 dənə 0. Yəni 2 üstü bizə 8-i verəcək. Qüvvətin sayı qədər də sıfırlar yazsaq, 8 yanında 8 dənə 0 olan bir ədəd olacaq. Yəni 9 rəqəmli bir ədəd olacaq. İlk rəqəmi 8 olacaq. Daha sonra sorğumuza baxaq. Deməli, şokolad orçay 15.000-dir. Şokolad ən çay 8.000, çay 12.000. Deməli, bizdə sadəcə 3 dənə, 3 deyirəm, 2 dənə dairəmiz var. Bir şokoladdır, bir də çaydır. Bu olsun şokolad, bu da olsun çay. İkisinin ortağı 8.000-dir. 8.000-dir. Çay, deməli, 12.000-dir. 12.000-dir. Onda 12.000-dən 8.000 çıxsam, bura bizə nə qalacaq? 4.000 qalır da. Deməli, bu hissə olacaq 4.000. Daha sonra bizə nə deyir? Şokolad orçay, şokoladla çayın hamısı bir yerdə cəmi 15.000-dir. 8.000 də bura qeyd elədik, çayı da qeyd elədik. Onda məsələ nədir? Bizdən nə soruşulur? Şokolad sorğusunda neçə səhifə tapılacaq? Şokolad sorğusu axtarılsa. Deməli, bura 8.000-dirsə, bura neçə olacaq onda? X çıxılsın 8.000 olacaq, düzdür? Və hamısının ortağı 15.000-dirsə, deməli, bunların içlər cəmi 15.000-dir. Yəni, X çıxılsın 8.000, üzərinə gəl 4.000, üzərinə gəl 8.000, bərabər bunların hamısının cəmi 15.000-ə. 15.000. Daha sonra, buradan biz X-i müəyyənləşdirməliyik. 8.000-lər plus minusla gedəcək. 15.000-dən 4.000 çıxmalıyam. Onda buradan nəticəm olacaq neçə? X eləyəcək buradan 11.000. Nəticə olacaq buna əsasən 11.000. Daha sonra, tədris sözü Sezar şifrindən istifadə edilərək bu sözlə əvəz olunub. Hər simvolun neçə simvol sürüşdürüldüyünü müəyyənləşdirmək lazımdır. Tamamdır. Deməli, tədris əvəz olunub belə bir sözlə. Z, X, V, Ü, M, V. Tamam. T-dan Z-yə gəliblər. T bizdə buradadır, Z buradadır. Deməli, 1, 2, 3, 4, 5. Bu olacaq bizdə 5. Hələ ki, belə deyək də, K bərabər 5 açar tapırıq. Ə-dən X-yə gəliblər. Görə eyni şey olacaq mı? 1, 2, 3, 4, 5. Bəli, 5 olacaq. Onda K bərabər 5 açarı ilə şifrələnmiş olur. İndi proqramın nəticəsini baxaq. Bax, biz burada printin 4 halından danışmışdıq. Gəlin bir-bir hamısını yadımıza salaq. Deməli, əslində bu səhifə bizə lazım deyil. Bircə dəqiqə bu səhifə üzərindən gedək. Deməli, yazırıq A bərabər 2, B bərabər 3. Əgər sadəcə print A plus B yazırıqsa, burada A və B dəyişənlərinə müraciət gedəcək və tam ədəd tipində gedəcək. Beləliklə, 2 ilə 3-ün cəmi tapılacaq, yəni 5. Yox, əgər biz belə yazsaq, print dırnaq içərisində A plus B. Bu halda isə, əgər dırnaq varsa demişdik, dəyişənə müraciət getməyəcək.
verilmiş sətir tipində ifadəni olduğu kimi çap edəcək. Yəni, dırnaqlar atılacaq, A plus B olduğu kimi gələcək. Bir də belə yaza bilərik. Print, dırnaqda A və dırnaqda B. Burada da yenə dəyişənə müraciət getmir. A plus B-ni sadəcə sətir tipində toplayır. Yəni, AB kimi nəticəsini verir. Yox, əgər belə yazsaq, print, sətir A plus sətir B. Bu formada qeyd eləsək, artıq burada dəyişənə müraciət edəcəyik. Amma necə? Sətir tipində. Yəni, sətir tipində 2 ilə sətir tipində 3-ü toplayıb yanaşı yazacaq. Olacaq 2, 3. Yəni, bu formada. Bu bizim printimizin 4 halı idi. İndi baxaq sualımıza. A plus B-dən nəticə olacaq sadəcə A plus B. Bura gedəcək A variantı. A B-dən, yəni ayrı-ayrılıqda yazıldıqda nəticə olacaq AB, D variantı. Burada isə 4, 4 cəmlənəcək 18 C variantı. C, A, D nəticəsi ekrana çıxmış olacaq. İndi baxaq bu suala. Deməli, klaviaturadan daxil edilən 25 ədədin mənfi olanlarının cəmi. Aha, yəni əgər həmin o x ədədi kiçikdirsə sıfırdan, onda bir dənə deyək ki, A dəyişəni daxil edirik. A bərabər x plus A yazırıq, deyək ki. Daha sonra cüt olanların hasili, yəni əgər x-in 2-yə bölünməsindən alınan qalıq bərabərdirsə sıfıra, bu ədəd cütdür. Onda bunların hasili, deyək ki, buradan bir dənə B dəyişəni daxil edirik. B bərabər B vur x yazırıq. Və 5-ə bərabər olanların sayını, yəni x əgər bərabərdirsə 5-ə, bu durumda bunların sayını len x yazırıq. Hesablayan bir proqramın blok sxemini qurmalıyıq. Aha, təxminən bu bir ardıcıllıqdan, belə bir formadan istifadə edəcəyik. İndi gəlin bunu blok sxem üzərindən gedək. Deməli, onda təxminən necə bir iş görəcəyik? Deyək ki, yazaq bir dənə başlanğıc bloku. İndi başlayaq bir dənə başlanğıc blokundan. Bunu yazaq. Daha sonra nə edək? Bir dənə deməli, ədəd daxil edək. Amma necə edək? 25 dənə ədəd daxil etməliyəm mən. Bir dənə düzbucaqlı daxil edək. Bayaq burada neçə dənə dəyişən daxil eləmişdik. A, B, bir də sayan var idi də. Len funksiyası deyək ki. Yazaq bir dənə A bərabər deməli 0, B bərabər 0, bir də sayan funksiyasını yazaq. Len bərabər 1. Görə necə bir nəticə alınacaq? Bax, deyək ki, yazaq buradan 2 dəqiqə bu formada. A bərabər deyək ki, 0 qeyd eləyək. Daha sonra A cəmləyəcək. Tamam, deyək ki, 0-dan kiçikləri cəmləsin. B bərabər, B yazaq, P yazaq, fərq yoxdur. Hasil tapırıqsa, onda P-ni 1-dən başladaq ki, hər dəfə 0-a vurulmasın. Və daha sonra bir dənə də C dəyişəni daxil eləyək ki, bu da bizdə sayısının nələrsə. Bunu da biz 0-dan başladıq. İndi daha sonra nə edirəm? Bir dənə şərt bloku çəkək. Bir də burada i bərabər 0 qeyd edək. Niyə? Çünki indi şərtə yazaq. I kiçik bərabərdirsə 25-dən. Bu durumda, yəni 25 dənə ədəd daxil elə. Bura hə qolu yaz, burada yox qolu yaz. İndi deməli, əgər hədirsə, onda başlayaq şərti yoxlamağa. Bunun daxilində bir dənə də şərt yazaq. Deyək ki, əgər bu i dəyişəni kiçikdirsə 0-dan, ədəd 0-dan kiçikdirsə, onda nə edəsin? A vasitəsilə həmin ədədlər özünə cəmlənsin. Yəni, A bərabər olsun A plus I. Yox, əgər yox deyiriksə, onda yox qolunda bir dənə şərt bloku çəkək. Deyək ki, bu ədədin 2-yə bölünməsindən alınan qalıq bərabərdirsə 0-a, onda nə etsin? Bu halda B ya da P dəyişəni vasitəsilə bu ədədlərin hasili tapılsın. Yəni, bura x qeyd eləmişəm, i yazaq da. Yəni, i vurulsun P-yə tapaq və buradan hasili müəyyənləşdirək. Əgər bu da olmasa, yox halında onda şərt qoyaq ki, ədəd, yəni o i ədədi bərabərdir 5-ə. 5-ə bərabərdirsə, onda hə halında C vasitəsilə elementlərin sayı tapılsın. Onda C bərabər C plus 1 yazaq ki, hər dəfə bir vahid atsın, sayı tapsın. Və buna da yox deyiriksə, onda proqram qayıtsın bu formada. Dövrə. Və necə? Buralara bir də yazaq i bərabər i plus 1. Hər dəfə i bir vahid artsın və gəlsin buradan şərtə birləşsin. Yox halında da bir dənə ən sonda print i-ni çap eləmib çıxmış olsun. Bu qədər. Yox, tək i-ni yox. Bircə dəqiqə. Print hamısını çap eləsin də. Çünki hamısı lazımdır axı. Print həm A-nı çap eləsin, həm P-ni çap eləsin, həm count-u çap eləsin ki, buradan həm deməli cütləri, həm mənfiləri, həm də 5-ə bərabər olanları tapmış olaq. Bu durumda təxminən belə bir blok sxem alınmış olur. Bunu for dövrü ilə yığmaq daha yaxşı olar. Gəlin for dövrü ilə yığaq bir dəqiqə. Deməli, necə eləyək? Bax,
Bir dənə o dəyişənləri yenidən yazaq buradan. Hansı dəyişənlər idi? Deyək ki, A bərabər 0. Görək necə bir nəticə alırıq. Dövrünün daha rahat gedəcəyini düşünürəm. Daha sonra A yazdıq, P bərabər 1 yazaq, elə olduğu kimi. Bir də C bərabər 0 yazaq. Və daha sonra nə edək? İndi yazaq for I in range. Yazaq 25. 25 dənə qiymətdən hesablanır da. Qoşa nöqtəni qoyaq. Bir dənə x dəyişəni daxil edək. Integer inputuna. Integer inputuna. Inputuna bir dənə x dəyişəni daxil edək. Daha sonra indi nə edək? Başlayaq bir-bir şərtlərimizi yoxlamağa. Deməli, yazaq if əgər bu ədəd deyək ki, 0-dan kiçikdirsə də, yəni bu həmin o i ədədi, x ədədi kiçikdirsə 0-dan, bu durumda nə etsin? 0-dan kiçikləri nə edir? Cəmləyir də. S özünə cəmləsin. S deyirəm, A özünə cəmləsin. A bərabər A plus x olsun. İkinci şərtə yazaq if həmin o x dəyişəni cütdürsə, bu durumda nə etsin? P dəyişəni vasitəsilə həmin ədədlərin hasili tapılsın. Və daha sonra isə növbəti şərtdə qeyd edək. If i bərabərdirsə, x bərabərdirsə 5-ə, bu halda isə nə etsin? C vasitəsilə həmin elementlərin sayı tapılsın. Aha. Bu formada indi buradan bir dənə də print bircə dəqiqə yazırıq buradan A, P və X. X deyirəm C. Aha. Belə bir nəticə qeyd edək. İndi bu proqramın daha düzgün olduğunu yoxlamaq üçün bura 25 yox, mən 5 yazacağam. 5 dənə, 6 dənə qiymət daxil edək. Lap olsun 4 yazacağam. Yəni qiymətləri daxil edək. Bu qiymətlər arasında görək həqiqətən də cütləri, təkləri necə proqram belə deyək də analiz edir. Bax, indi bir neçə qiymət daxil edək. Hansı qiymətləri yazaq bura? 5 yazaq, 5-ə bərabər olan. 8 qeyd edək, cüt olsun. -9 yazaq. Bir də bu şərtlərin heç birini ödəməyən bir qiymət yazaq. Deyək ki, yazaq 3. Daha sonra. Baxın, bu halda 9, -9, 8-i və 1-i çıxartdı. Aha. Gəlin görə indi proqram işlədi mi? Deməli, 4 dənə qiymət daxil elədik. Aha. Və 4 qiymət içərisində mənfiləri cəmlədik. Bəli, cütləri vurduq, hasilini tapdıq və 0-dan böyükdə bizim bir dənə qiymətimiz var idi. 0-dan böyük, 0-dan kiçik. 0-dan kiçik deyim, üzr istəyirəm. 5-ə bərabərdə bir dənə qiymətimiz var idi, onu da sayını tapmış olduq. Bəli, bu formada da proqramın düzgün işlədiyini yoxlaya bilərsiniz. Niyə mən 25 yox 4 yazdım? Çünki 25 yazanda 25 dənə qiymət daxil etməliyik. Ona görə 4 yazıb daha qısa şəkildə yoxlamağa çalışdım. Daha sonra indi baxırıq bu suala. Elementləri klaviaturadan daxil edilmiş B siyahısının mənfi elementindən sonra müsbət elementi gələrsə, aha, mənfi elementi siyahının bütün müsbət elementlərinin cəmi ilə əvəz edən proqram kodunu Pythonda yazın. Misal üçün, -9 gəlsə, yəni elementi, misal üçün, A i-ci elementi kiçik olarsa 0-dan, mənfi olarsa, o zaman nə et? Deməli, siyahının müsbət elementlərinin hamısını cəmlə və misal üçün, bura yazaq A, B yazaq da, B bərabər bunların cəmi. Daha sonra da A i-ci elementi bərabər B yaz. Yəni, A i-ci elementi həmin o cəmlə əvəz et. Təxminən belə bir proqram yığmalıyıq. İndi gəlin yazaq. Deməli, A siyahısının elementləri hansılardır? Bizdə 23-dür, sonra -9-dur, 65-dir, -52-dir, -12-dir, 25-dir və -3-dür. İndi görək bu siyahıda necə bir iş görəcəyik biz. Dedik ki, 0-dan kiçik olan hallarda heç nə eləmirik. 0-dan əgər sonuncu element mənfi olarsa, həmin elementi əvəz edin. Necə proqram edir? Əgər siyahının sonuncu elementi mənfi olarsa, həmin elementi də əvəz edin. Yəni, hamısını əvəz edin deyil. Tamam. O zaman nə edə bilərik? Elə sırf burada dediyimiz kimi yaza bilərik. Yəni, belə yazaq. Deyək ki, bir dənə C ədədi daxil edək, bərabər yazaq 0. Sonra, for i in A yazsaq, i dəyişəni A siyahısının bütün elementlərinə müraciət edəcək. Əgər i böyüdürsə 0-dan, o zaman nə edirik? C bərabər C plus i yazırıq. Yəni, bunların bir növ cəmini tapmış oluruq. C bərabər C plus i. Beləliklə, belə deyim də sizə, müsbət elementlərin cəmini bu proqram vasitəsindən yığırıq. Daha sonra bir dənə də proqram yazaq. For i in range. Deməli, burada neçədən element var?
Ya da belə yazaq. Neçəni deyirəm? Len A yazın bura. Siyahının elementlərini sayını qeyd eləsin. Bir-bir elementlərinə müraciət eləsin. Əgər if A inci element kiçikdirsə sıfırdan, o zaman nə etsin? İni deməli belə eləyək də, yox, ini deməyim sizə mən. O zaman sıfırdan kiçikdirsə, o zaman A-inci elementi həmin bu C ilə əvəz eləsin. Bəli, tam olaraq buradakı proqramın daha gelişmiş bir versiyasıdır da, belə deyək burada. İndi yazaq belə, if burada əgər şərt qoyaq, i-inci element, yəni indeksin özü bərabərdirsə bizdə len A-ya, len A minus 1-ə daha doğrusu, or və ya deməli, A i plus birinci element yazaq da, yəni özündən sonraki gələn element də böyüdürsə sıfırdan, onda biz nə edək burada? A inci elementi bərabər eləyək C-yə. Deməli, buradan bir dənə də print C yazsaq, ən sonda siyahının mənfi elementləri müsbət elementlərin cəmi ilə əvəz edilmiş olacaq. Bu qədər. İndi baxaq sonuncu sualımıza. Bu ən rahatıdır. Deyir ki, bir sətir daxil elə. Deyək ki, yazaq A bərabər sadəcə input. Müəyyən bir sətir daxil edirik. Əgər bu sətrin elementləri bizdə hərf olarsa, hərfi biz necə müəyyənləşdiririk? Alfa funksiyası vasitəsilə müəyyənləşdiririk. O zaman nə etsin? Onların cəmini çapa çıxartsın. Aha. İndeksləri cəmi daha doğrusu. Onda belə eləyək də. Bura biz for dəyişəni daxil eləyək. Bir dənə for yazaq. In range. Getsin A-nın deməli elementlərini saysın. Yəni yazsın len A. Daha sonra isə nə iş görsün? Şərt qoysun. If. Misal üçün deyirəm, A-inci elementi hərfdirsə, yəni iz alfadısa, o zaman nə iş görsün? Funksiyanı düz yazmaya bilərəm, məsəl sot gedişat bu formadadır. O zaman C dəyişəni vasitəsilə C plus deməli, i-ni cəmləsin, yəni elementin indeksini cəmləsin. Daha sonra da bir dənə print C-ni çapa çıxartmış olsun. C-ni yuxarıda vermədim, C bərabər 0 yazaq. Daha sonra da bu formada proqramı nəticəsini müəyyənləşdirmiş olaq. Bu qədər. Bununla da bütün sualları tam şəkildə yekunlaşdırmış olduq. Sağ olun, Allah'a emanet olun.